Hər birinizi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bugün mən xanımları çox maraqlandığım bir mövzu haqqında danışacağam. Mövzumuzun adı yumurtalıq rezervini necə artıraq? Təbii ki, yumurtalıq rezervini artırmaq olmur, amma mövcud yumurtalıq rezervimizi qoruyaraq daha keyfiyyətli, kaliteli bir qadınsal həyat yaşaya bilərik. İndi mən sizə qısaca onlar haqqında danışacağam. Baxın, bir xanım doğularkən, bir qız uşağı doğularkən hardasa ortalama 400 min yumurta ilə, oositlə doğulur. Və bu 400 min oositin hər biri yetkinlik dönəminə çatandan sonra hər siklusda 15-20 dənəsi xərclənir. Bunların bir dənəsi dominant folikula çevrilir. Dominant folikul çatlayır, biz aybaşı görürük və yaxud da o dominant folikulla biz hamilə qalırıq. Və bu oositlər ortalama bir qadını 50 yaşına qədər görür. Yəni 50 yaşına qədər siz bu oositləri istifadə eləyib bitirirsiniz. Yəni yumurta rezervimizi yavaş-yavaş tüketirik. Yəni biz yumurta rezervini sonradan qazanmırıq. Bizim eləyəcəyimiz, içəcəyimiz hər hansı bir dərman maddəsi bizim yumurta rezervimizi artırmır. Sadəcə biz mövcudkən doğulan, öz belə deyək, loru dillə desək, kasamızda doğulan yumurtalarla doğuluruq və bu yumurtaları daimi olaraq bu kasadan istifadə eləyirik. Yəni ortalama bir şey deyim, bir dənə vedrə kimi bir şey düşünün və onun içərisində çoxlu yumurtalar var. Bu yumurtaların ən yaxşıları yuxarıya yığılıbdır və ən zəif, ən passiv, ən belə deyim, xarab, mutasiyalı və yaxud da xəstə yumurtalar isə vedrənin aşağısındadır. Biz 20'li yaşlarımızda, 18, 19, 20 yaşlarımızda yuxarıdakı yumurtaların hər birini istifadə eləyirik, təzə yumurtaları. Bu yumurtalarla düzgün aybaşı görürük, aybaşlarımız, hər şeyimiz normaldır. Bu yumurtalarla gözəl bir şəkildə hamilə qalırıq, sağlam evlad doğuruq. Sonra gəlirik hardasa ortalama 35 yaşın üstünə. Artıq bizim vedrənin üstündə qalan sağlam yumurtalarımız get-getə azalıb, aşağıda daha dərində qabığı qırılmış və yaxud da uzun müddət qalmış, köhnəlmiş, mutasiyaya uğramış, genetikasını itirmiş yumurtalar isə ən aşağıya düzülüb və biz artıq bu yumurtalarla aybaşı görməyə başlayırıq. Və biz bu yumurtalarla aybaşı görürük, amma biz bu yumurtalarla hər zaman uğurlu hamilə qala bilmirik. Və bu zamanda devrəyə nə girir? Yumurta rezervinin yaxşılaşdırılması. Yumurta rezervini yaxşılaşdırmaq sadəcə preparatlar istifadə etməklə əlaqədar deyil. Birincisi, siz sağlam bir yumurta rezervinə sahib olmaq istəyirsinizsə, yaşam tarzınızı, həyat tərzinizi dəyişməlisiniz. Həyat tərzi lifestyle changing dediyimiz həyat tərzi dəyişikliyi birinci başlamalısınız qidalanmanızla. Yəni ağzınıza qəbul eləyəcəyiniz hər bir qidanın yüksək protein dəyəri olmalıdır, yüksək vitamin, mineral dəyəri olmalıdır. Paketli qidalardan uzaq durmalısınız. Fiziki aktivliklə məşğul olmalısınız. İdman ola bilər, yürüyüş ola bilər, üzmə ola bilər, tenis ola bilər. Stressdən uzaq olmalısınız. Stres faktoru yumurta rezervini azaldan ən önəmli faktorlardan biri sayılır. Təbii ki, müasir dönəmimizdə stressdən uzaq qalmaq o qədər mümkün deyil, amma ən azından onu minimuma yendirə bilərik. Və yaxud da stressimizi azaldacaq müxtəlif fəaliyyətlərlə məşğul ola bilərik. Məsələn, idmanla məşğul ola bilərik. Digər bir ən önəmli faktorlardan biri də yuxu. Normal yuxu yatmasanız, məsələn, gecə smenində işləməniz və yaxud da gecələri gec yatıb səhər tez durmanız, yəni mövcud 6-7 saatlıq yuxunuzu lazımi saatında yatmamanız da yumurta rezervinizi azaldır. Digər yumurta rezervini azaldan və onun kalitəsinə təsir edən faktorlardan biri də zərərli vərdişlərdir. Yəni siqaret, içki, müxtəlif narkotik maddələrin istifadəsi, bunlar hamısı yumurta kalitəsinə, keyfiyyətinə birbaşa təsir göstərir. Bəs bunları elədik. Ekstra olaraq rezervimizi daha yaxşı, daha sağlam eləmək üçün hansı vasitələrdən istifadə eləmək lazımdır? Mən sizə qızıl dəyərində məlumatlar verəcəm. Qızıl dəyərində takviyə adları deyəcəm. Bunları mütləq bir yerə not edin. Bunlardan birincisi, daha öncəki Reels videomda Instagramda da paylaşmışdım. Koenzim Q10, digər adı ubixinondur. Koenzim Q10 yumurta enerjisi sayılır. Yəni yumurtanın, belə deyək, mitoxondrinin ən önəmli parçalarından biridir koenzim Q10. Normalda bizim bədənimizdə bu istehsal edilir. Amma biz 35 yaşın üstünə gələndə artıq onun istehsalı azalır və yumurta artıq eskisi gibi enerjik ola bilmir. Və bu enerjini bərpa eləməniz üçün o yumurtanın, belə deyim, gedib daha yaxşı spermlə döllənməsi üçün, döllənmək üçün ona enerji verməlisiniz. Ona görə də koenzim Q10 takviyesi qəbul eləyə bilərsiniz. Əgər sadəcə profilaktik olaraq qəbul edirsinizsə 100 mg sizə yetərli olacaq. Amma hər hansı bir çocuk tədavisindəsinizsə əgər 200 mg-dan qəbulu daha uyğun olacaq. Müəyyən çalışmalar edilib və görülüb ki, IVF, yəni süni mayalanma müalicəsi alan xəstələrdə koenzim Q10 çox pozitiv etkiyə sahibdir.
İkinci bəhs eləmək istədiyim takviye resveratroldur. Resveratrol çox güclü bir antioksidantdır. Antioksidant təsiri sayəsində yumurtanı oksidativ stressdən qoruyur. Beləliklə həm folikulların ölməsinin qarşısını alır, eyni zamanda da oosidin keyfiyyətini yüksəldir. Biz resveratrolu daha çox tərcih edirik perimenopozol, yəni yavaş-yavaş menopoza girmək istəyən xanımlarda. Yəni ortalama deyərdim 45-43 yaşın üstü xanımlar artıq resveratrol istifadə edə bilər. Digər ən önəmli antioksidantlardan biri məthəl qalacaqsınız melatonin. Mən də oxuyanda çox şaşırmışdım. Melatonin. Melatonin əslində yuxu hormonudur. Əslində bu belə deyil. Biz nəyə görə deyirik ki, yuxu yatın, yaxşı yatın ki, yumurta rezerviniz yaxşı olsun. Çünki yuxu zamanı istehsal olunan melatonin əslində anti-inflamator, yəni iltihab əleyhinə təsir göstərir və birbaşa yumurta rezervinə təsiri var. Yəni həm antioksidant olaraq təsiri var, həm də iltihab əleyhinə təsir göstərərək yumurta rezervini qoruya bilir. Müəyyən eliblər çalışmalar var ki, günlük 3 mg melatonin qəbul edən xəstələrdə yumurta keyfiyyəti daha yaxşı olur. Dördüncü bəhs edəcəyim takviye balıq yağıdır. Bəli, balıq yağı bütün xəstəliklərin müalicəsinə istifadə edilə bilər. Tərkibi EPA, DHA olan fərqi yoxdur. Əslində kombinə olsa daha yaxşıdır. Yəni tərkibində həm EPA, həm DHA-nın olması çox gözəl olardı. Balıq yağının ən önəmli funksiyası hüceyrə stabilizatordur. Yəni inflamatuar, yəni iltihab əleyhinə təsir göstərir. Bu bir. İkincisi, balıq yağı bizim bütün hüceyrələrimizin reseptorudur. Yəni sizin qəbul edəcəyiniz qida maddələrinin vücudumuza daha yaxşı, hüceyrələrimizə daha yaxşı təsir etməsi, onların bədənimizdə biyoyararlılığının daha yüksək olması üçün balıq yağı bir reseptor görəvi görür. Ona görə də balıq yağını bütün qadınları qəbul etməyə məsləhət görürəm. Cəviz də qəbul etməyə məsləhət görürəm. Çünki cəvizdə də ALA dediyimiz bir omega çeşidi var. O da çox faydalı bir antioksidant təsir göstərir qadın bədənində. Bundan başqa digər vitaminlərin də antioksidant təsirindən istifadə edə bilərsiniz. A vitamini, Y vitamini, fol turşusu, maqnezium, bunların da hər birinin pozitiv feedback etkisi var qadın vücudunda. Amma bu dediyim əsas 4 maddəni kəsinliklə yadınızdan çıxartmayın. Nəticə olaraq bunu deyə bilərəm ki, yumurta sayımızı artıra bilmirik, amma mövcud yumurtamızın keyfiyyətini artıraraq daha yaxşı fəaliyyətə sahib ola bilərik, daha yaxşı aybaşı görə bilərik. Eyni zamanda bu antioksidantlar sadəcə yumurta keyfiyyətimizi yox, eyni zamanda yumurtalıqların da funksiyasını pozitivləşdirdiyi üçün hormonal dəngəmizi çox yaxşı bir yöndə təsir göstərə bilirlər, cildimizi gözəlləşdirə bilirlər, dərimizi gözəlləşdirə bilirlər. Ona görə də bu tarz antioksidantlar tərkibli ya qidaları mütləq qəbul etmək lazımdır. Əgər yox qidaları qəbul edə bilmiriksə, mütləq takviye olaraq almağı məsləhət görürəm. Özət olaraq yenə deyim, yumurtamızın sayını artıra bilmirik, amma yumurtamızın keyfiyyətini artıra bilirik. Bu videomuzun qadınlar üçün çox faydalı olacağını düşünürəm. Əgər videomuzu bəyəndiysəniz, suallarınız yarandısa, mütləq şərh bölməsinə yazın, videomuzu bəyənin, kanalımıza abunə olun və bizə dəstək olun. Təşəkkür edirəm.